Salam aleykum əziz və dəyərli izləyicilər, müəllimlər, şagirdlər, biologiya sevərlər, hər birinizi xoş gördük. İndi sizlərə izah edəcəyim testlər dəyər test toplusundan çoxalma və inkişaf insan anatomiyasına çoxalma və inkişaf bölməsinə aid olan test tapşırıqların izahı olacaq. İlk sualımız belədir. Qadın cinsiyyət sistemində yumurta hüceyrə uşaqlığa bilavasitə hansı orqandan daxil olur? Yumurta hüceyrə yumurtalıqda belə deyək, əmələ gəlir. Folikulun partlaması nəticəsində oradan xaric olunur, amma tam yetişmir. Tam yetişməsi uşaqlıq borusunda baş verir. Və uşaqlıq borusu ilə hərəkət edərək gəlib hara düşəcək? Uşaqlığa düşmüş olacaq. Və deyir ki, yumurta hüceyrə uşaqlığa bilavasitə hansı orqandan gələcək? Uşaqlıq borusundan A variantı. İkinci sual. Nə üçün insanın fərdi inkişafı uşaqlıqda başlamır? Çünki, baxırıq, yumurta hüceyrə yumurtalıqlarda əmələ gəlir. Xeyr, bu düzgün variant deyil. Qametlər cinsiyyət vəzlərində yaranmır. Xeyr. Yumurta hüceyrə uşaqlıq borusuna mayalanır. Bəli, baxın, budur məsələ. Ontogenez buradan başlayır. Uşaqlıq borusundan. Qamçılı hüceyrələr toxumluqlarda əmələ gəlir. Bunun bir aidiyyəti yoxdur. Bətin daxili inkişafın Rüşem dövrü uşaqlıq borusunda başlayır. Bətin daxili Rüşem dövrü uşaqlıq borusunda başlayır. Daha doğrusu Rüşem dövrü uşaqlıq borusunda yox, uşaqlıqda başlayır. Çünki Rüşem uşaqlıq borusunda formalaşır ilkin olaraq, amma Rüşem dövrü konkret olaraq uşaqlıqda başlayır. Cavabımız C bənd olacaq. Davam edirik. 3 nömrəli sual. Qadın cinsiyyət sistemində mayalanma prosesinin getdiyi orqanda mayalama prosesi harda gedir? Uşaqlıq borusu. Folikullar yetişir. Folikullar yumurtalıqda yetişir. Rüşemin ilkin inkişafı baş verir. Aha, bu cümlə baxın doğrudur. Rüşem dövrü yox ha. Rüşemin ilkin inkişafı baş verir. Bəli. Döl dövrü başlayır. Xeyr, bu yumurtalıq uşaqlıq olacaq. Sarı cisim qana hormonu ifraz edir. Mayalanma getdiyi anda sarı cisim qadın cinsiyyət mayalama prosesinin getdiyi orqanda orada sarı cisim qana hormonu ifraz etmir axı. O ifraz edir yumurtalıqlarda. Rüşem dövrü başa çatır. Xeyr, rüşem dövrü başlayıb ki başa çatsın. Dördüncü variant, sual. Eyler-Venn diaqramında rənglənmiş hissədə yazıla bilər. Yəni ortaq cəhətdir. Həm uşaqlıq üçün, həm uşaqlıq borusu üçün. Mayalamanın getdiyi orqandır. Bu uşaqlıq borusudur. Rüşemə rast gəlinir. Bəli, həm uşaqlıqda, həm uşaqlıq borusunda rast gəlinəcək. Rüşem dövrünün başlandığı orqandır. Bu uşaqlıqdır. Cüt saydadır. Uşaqlıq borusudur. Döş boşluğunda yerləşir heç bir. Hər ikisi belə deyək də çanaq boşluğunda yerləşəcəkdir. Davam edirik. 5 nömrəli sual. Normal hamiləlik dövründə baş vermir. Sarı cismin qana hormonu ifraz etməsi. Bəli, bu proses baş verəcək. Ananın süd vəzlərində südün əmələ gəlməsi baş verəcək. Ciftdən ananın qanına hormonların keçməsi. Bu da baş verəcək. Sonra yumurta hücrənin yetişməsi, baxın bu proses normal hamiləlik dövründə baş verməməlidir. Ananın qanından ciftə qida maddələrinin keçməsi, bəli, bu da baş verir. Cavabımız D variantı yanlışdır. Davam edirik. 6 nömrəli sual uyğunluqdur. Sağlam insan qadın orqanizmində baş verən proseslər. 1. Yumurta hücrənin əmələ gəlməsi. Yumurta hücrə harda əmələ gələcək? Yumurtalıqda. C bənd. Bunun üstündən bir xətt. Ciftin əmələ gəlməsi. Cift harda əmələ gəlir? Təbii ki, uşaqlıqda. Mayalama prosesi boruda gedir. 1C, 2A, 3B, C variantı olmuş olacaq. 7 nömrəli sual. Yeni doğulmuş qız uşağında olmur. Yeni doğulmuş qız uşağında olmur. Yumurtalıq olur əslində. Çünki bunlarda hər yumurtalıqda belə deyək də 400.000 800.000-ə yaxın ümumi bunlarda yumurta hücrə əmələ gəlir ki, bunun 350-500-ü yalnız yetişə bilir. A variantı çıxdı. Uşaqlıq olacaq, uşaqlıq yolu da olacaq təbii ki. Uşaqlıq borusudur, amma sarı cisim
Sarı cisim hələ bunda cinsi yetişkənlik heç əmələ gəlmir. Sarı cismin bunda nə işi var? Yeni doğulub bu uşaq. 7C bənd. 8-ci sual. Davam edirik. Doğru bəndi müəyyən edin. İnsanda bətin daxili inkişafın rüşem dövrü 9 ay davam edir. Xeyr. 2 ay. Yumurta hücrənin mayalanması uşaqlıqda. Xeyr. Uşaqlıq borusunda. İnsanda mayalanma bətin daxilidir. Həqiqətən. Prostat vəzi cinsiyyət hormonları hazırlayır. Xeyr. Cinsiyyət hormonları hazırlanmır. Prostat vəzi xarici sekresiya maddəsi hazırlayır, fermenti hazırlayır, belə deyək də. Və onlar xarici sekresiya vəzləridir. Toxumluqların axacaqları sidik hissəsinə, xeyr, sidik kanalına açılır. Toxumluqların axacaqları sidik kanalına açılır. Y variantı, səhvdir. Doğru cavab 8C variantı. 9-cu sual. Qadında ovulyasiya prosesi gedir. Deməli, ovulyasiya prosesi 14-cü günə düşür. 28 günlük aybaşı siklinin 14-cü günə təsadüf edir. Və bu proses nəticəsində belə deyək də folikul partlayır və yumurta hücrə yumurtalığı tərk edir. Uşaqlıq borusuna doğru istiqamətlənir. İndi biz nə deyə bilərik burada? Sarı cismin əmələ gəldiyi orqanda əslində bunu götürə bilərik. Çünki sarı cisimdə elə orada əmələ gəlir də. Onun yerinə əmələ gəlir ondan sonra. Müvəqqəti olaraq. Mayalamanın getdiyi orqan bu uşaqlıq borusudur. Döl dövrünün başladığı orqan uşaqlıqdır. Ruşemin əmələ gəldiyi orqan uşaqlıq borusudur. Bədən boşluğunda yerləşməyən orqanda. Xeyr. Bu da ola bilməz. 9A variantı. Davam edirik. 10 nömrəli sual. Uşağın inkişafında bağçaya qədər dövrün müddəti nə qədərdir? Bağçaya qədərki dövr 1 və 3 yaş arasında olur. Bu da 2 il müddət olur ki, 2 ilimizdə 24 ay eləmiş olacaq. Bəli. Səhv fikri müəyyən edin. Dölün qanına qida maddələri ananın qanından keçir. Təbii ki. Dölün bədənində əmələ gəlmiş karbon qazı onun ağciyərləri vasitəsilə kənarlaşdırılır. Dölün bədəndə əmələ gəlmiş karbon qazı onun ağciyərləri vasitəsilə kənarlaşdırılmır. Hardan kənarlaşdırılır ağciyərləri vasitəsilə? Birbaşa gəlir göbək ciyəsinə. Bu gəlir belə deyək də ananın qan damarı sisteminə keçir, qan dövranına qarışır və ondan sonra ana orqanizmini, yəni ananın ağciyərləri vasitəsilə kənarlaşdırılır. Dölün damarlarında ananın qanı axa bilməz. Dölün damarlarında ananın qanı axa bilməz. Bəli, göbək ciyəsində olmaz o. Hətta öz damarlarında da olmaz. Ana ilə dölün qan qrupları fərqli ola bilər təbii ki. Dölün bədənində əmələ gəlmiş sidik ananın böyrəkləri vasitəsilə kənarlaşdırılır. Təbii ki. Cavabımız 11B variantı olmuş oldu. 12-ci sual. Qadın cinsiyyət sistemi göstərilib. Rüşem dövrünün başa çatdığı orqandır. Rüşem dövrü başa çatır harda? Uşaqlıqda. Ovulyasiyanın baş verdiyi orqandır. Yumurtalıq. Maylama getdiyi orqandır. Uşaqlıq borusu. İndi deyir ki, X orqanında zigotdan rüşem əmələ gələ bilər. Xeyr. B variantı. Y orqanında cift əmələ gələ bilər. Hanı Y orqan? Bəli, yumurtalıq. Yumurtalıqda ciftin nə işi var ki? Z orqanında rüşem ola bilər. Uşaqlıq borusunda. Bəli, mayalama gidibsə zigot bölünər və rüşem orada rast gələnə bilər. Z orqanında sarı cisim əmələ gələ bilər. Sarı cisim yumurtalıqda əmələ gəlir. Y-də. X orqanında insanın fərdi inkişafı başlayır. X orqanında başlamır, Z orqanında başlayır fərdi inkişafı. Yəni ontogenez oradan başlayır. 12C variantı. Davam edərik 13-cü sualına. İnsanda bətin daxili inkişafı əks etdirən sxemlə bağlı doğru fikri göstərin. Baxın, spermatozoid, erkək hücrə, yumurta hücrə, dişi hücrə birləşdi, zigot əmələ gətirdi, düzdür? Zigotdan rüşem, rüşemdən də döl inkişaf elədi də bu formada və sonda da belə deyək də uşaq dünyaya gəlir. Baxın, bu yəni belə deyək də embrional mərhələdir. Post deyil ha, yəni embrional mərhələdir. Post embrional artıq uşaq dünyaya gəldikdən sonra başlayır. Yəni embrional dövrün bir sıxım təsvir edib burada. Deyir ki, bir yumurtalıqda baş verir. Xeyr.
Bir zigotun əmələ gəlməsidir. Yəni ki, spermatozoidlə yumurta hücrənin bir-birinə birləşib mayalanmadır. Mayalanma borda baş verir. 3 uşaqlıqda baş verir. Baxın, rüşemin dölə çevrilməsi həqiqətən də. 2 uşaqda baş verir. Zigot rüşemə uşaqlıq borusuna artıq çevrilir. Olmaz. 1 ovulyasiya adlanır. Xeyr, mayalanma adlanır. 2 yumurtalıqda baş verir. Qəti şəkildə. Zigot rüşemə boruda çevrilir. 13 oldu B variantı. Davam edirik. 14 nömrəli sual. Oxşar sxemdir, amma burada səhv fikir istəyir. Baxırıq burada. 1 uşaqlıq borusunda baş verir. Bəli, doğrudur. Borda baş verir mayalanma. 3 uşaqlıqda baş verir. Doğrudur. 2 uşaqlıqda baş verir. Bu səhvdir də. Uşaqlıq borusunda baş verir bu proses. Yəni zigotun rüşemə çevrilməsi. 1 prosesi mayalanmadır. Doğrudur. Sonra 3 prosesində cift əməl gəlir. Bu da doğrudur. Davam edirik. Yetkin qadında müəyyən müddət ərzində sarı cisimlərin ümumi fəaliyyəti 140 həftədir. 140 həftə. Sarı cisimlər əslində ovulyasiyadan sonra fəaliyyətə başlayır da 14-cü gündə ovulyasiya baş verir. Yəni 28 günlük aybaşı siklində. Amma burada da hamiləlikdə baş verməyib. Və son 14 gün 28-ci günə kimi artıq sarı cisim neyinir? Qana hormonu ifraz etməyə başlayır. Həqiqətən. Və 2 həftə baş verir də bu. Başa düşürsən? Başa düşürsünüz daha doğrusu. Deməli 2 həftə müddətində qadında bir dəfə ovulyasiya baş verir. Yəni 2 həftə bu proses baş verəndə sarı cisim 2 həftə, yəni 14 gün hormon ifraz edirsə, deməli bir ovulyasiya baş verib. Və yaxud da bir yumurta hücrə orada əmələ gəlib. Eyni şeydir. Və əgər bu 140 həftə davam edirsə bu proses X olacaq. Buradan X-i biz tapırıq. Neçə olacaq? 70 ovulyasiya olmuş olacaq. Cavabımız olacaq C bəndi 15. Davam edirik. Sonuncu qapalı sual. Sual işarəsinin yerinə yazılmalıdır. Baxın, bu yumurta hücrədir. Bu da spermatozoiddir. Birləşdi. Nə əmələ gələcək? Mayalama gələcək. Əmələ gələcək zigot. D variantı. İndi isə gəlin keçək açıq suallara. Açıq suallara baxaq. Cədvəl verilib. X-in qiymətini tapın. Aybaşı siklin müddəti 28 gün olmuşdur. Baxın, ovulyasiyaların sayı 195'dir. Aha. Deməli, bir ovulyasiya baş verəndə bir dənə yumurta hücrə yetişir, düzdür? Elədir? Və bu o deməkdir ki, il ərzində əgər 13 ovulyasiya baş veribsə, 13 yumurta hücrə yetişib deməkdir bu. İndi biz burada nə edəcəyik? Biz burada dedik ki, ovulyasiyanın sayı 195'dir. 195'i böləcəyik neçəyə? 13'ə. Bəli, 13'ə. Buradan cevabımız alınır 15 və bu 15 il müddətində baş verir də, yəni ki 15 yaş keçib də artıq bura. 15 il sərf olunub. İndi deyir ki, qadının maksimal yaşını hesablayın. Biz maksimal yaşını, qadının yəni maksimal yaşını hesablamaq üçün ümumiyyətlə qadınlarda 10-12 yaşda nə olur? Cinsi yetişkənlik dövrüdür. Maksimal yaşı hesablamaq demək üçün biz bunu nə edəcəyik? 12 ilə hesablayacağıq. Çünki 12 ilin üstünə 15 ildə əlavə eləməliyik. Qadın olmalıdır 27 yaşı. Bəli. Davam edirik. 2 nömrəli sualla. 28 günlük aybaşı sikl müddətində qadın orqanizmində yumurtalıqların birində 59 yumurta hücrənin yetişməsi üçün təqribən neçə il lazım? Baxın, təqribi söhbətdir burada. Ümumiyyətlə il ərzində belə deyək də 28 günlük aybaşı sikl müddətində 13 yumurta hücrə yetişir də, maylama baş verməz. Bunun belə deyək də 6'sı bir yumurtalıqda olur, 7'si bir yumurtalıqda olur da. Yəni proses belədir. Amma burada baxın, birində 59 deyirsə, bu konkret olaraq biz bunu qəbul edə bilməyəcək də. Yəni mütləqdir ki, birində 59'dursa, o birisində də ya 58 olsun, ya da 60 olsun. Ona görə də ki, birində 59 olanda o birisində 58 də götürsək və yaxud birində 59 olanda o birisində 60 da götürə bilərik də. Çünki bilmirik hansı çoxdur, hansı azdır. Elə deyilmi? Buradan məsələn 117 alınır cavab. Buradan da bərabərdir 119 alınır. Aydındır? Yəni ikisini də toplayan zaman bu cür fərqli cavablar alınır. Amma bunları biz məsələn həmin o 13'ə bölsək, bu iki rəqəmin ikisində, cavabımız təqribən 9 il çıxmış olur. 9 il. Davam edirik 3 nömrəli sualla.
Nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Baxın, uşaqlıq borusuna düşmüş və yetişmiş. Uşaqlıq borusuna düşmüş və yetişmiş yumurta hüceyrə, yəni 5, çox sayda spermatozoid, yəni 3 qarşılaşa bilir. Bu hüceyrələrin birləşməsi prosesi adlanır nə? Mayalanma. 1. Sonra 4 nömrəli sualda. Nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. İnsanda bətin daxili inkişafın 3-cü ayından başlayaraq xovların bir hissəsindən baxın, xovların bir hissəsindən 3-cü ayından başlayır. Xovların bir hissəsində döl əmələ gəlir. Bəli, 3. Bununla da döl nə idi? Xovların bir hissəsindən cift əmələ gəlir. Cift, bəli. 8. Bununla da döl dövrü başlayır. 3. 8. Birinci, sonra 3. Və bu nə qədər davam edir? 7 ay müddətində 7-ni də yazırıq bura. Döl ciftlə göbək ciyəsi vasitəsilə əlaqəlidir. 1. 8, 3, 7, 1. Davam edirik. 5 nömrəli sual. Verilmiş dövrləri baş vermə ardıcıllığına sıralayın. Baxın. Birinci olur hansı? Başlanğıc. 3. Sonra olur Rüşem. Və Rüşem dövründən sonra döl dövrü, döl dövründən sonra post-embrional. 3, 4, 1, 2. Həm kişi, həm qadın cinsiyyət sistemində olur. Hormon hazırlayan vəzi. Bəli. Hər ikisində olur. Qametlərin mayalanmasının baş verdiyi orqan qadınlarda olur. Boru. Plasentanın yarandığı orqan qadınlarda olur. Uşaqlıqda. Qamet əmələ gətirən orqan bəli hər ikisində olur. Zigotun bölünməsinin baş verdiyi orqan qadınlarda baş verir. Bu uşaqlıq borusunda. Cavabımız 1 və 4. Davam edirik 7 nömrəli sualla. Baxın bu suala. Bəli. 7-ci sual. Proses verilib qadın orqanizmində baş vermə ardıcıllığını müəyyən edin. Deməli, ilk öncə nə olacaq? Birinci növbədə baxın. Birinci növbədə 2. Yumurta hücrənin əmələ gəlməsi 2. Əmələ gəldi. Sonra nə olacaq? Sonra mayalanma gedəcək. 2, 3. Mayalama baş verəndən sonra tək hücrəli zigot əmələ gəlir və zigot sonra çox hücrəli rüşemə çevrilir. Daha sonra həmin o çox hücrəli rüşem gəlir uşaqlıqda, belə deyək də 2 gün sərbəst qaldıqdan sonra, çünki 4-5 gün ilə uşaqlıqda o proses uşaqlıq borusundan gəlir. 2 gündə uşaqlıqda sərbəst qaldıqdan sonra, belə deyək də başlanğıc mərhələ gedir və orada implantasiya baş verir. Çökmə prosesi, yəni rüşemin uşaqlığın seyirlik şahsına yapışması. 5. Daha sonra cift əmələ gələcək və cift əmələ gəldikdən 1 ay sonra hormon ifraz etməyə başlayacaq. 6. 2, 3, 1, 5, 4, 6. Davam edirik. Aybaşı sikl fazalarının baş vermə ardıcıllığını müəyyən edin. Birinci olacaq hansı? Aybaşı fazası. Sonra aybaşından sonraki faza, sonra isə sarıcı fazası. 3, 2, 1. 9-cu sual. Qadın uşaqlıq borusunda baş verir. Aha. Yumurta hücrə spermatozoidin birləşməsi. Bəli, mayalama prosesi uşaqlıq borusunda baş verir. Ovulyasiya yumurtalıqda baş verir. Ciftin əmələ gəlməsi uşaqlıqda baş verir. Rüşemin ilkin inkişafı, bəli, boruda baş verir. Başlanğıc mərhələ, başlanğıc dövrdə. Amma rüşem dövrünü bura qarışdırmayaq. Rüşem dövrü uşaqlıqda başlanğıc götürür. Başlayır daha doğrusu. Partlamış follikulun yerində sarı cismin əmələ gəlməsi, yaranması bu yumurtalıqdadır. Cavabımız olacaq 1 və 4.
Davam edirik 10-cu sualla. İnsanın yumurta hücrəsi ilə spermatozoidi bir-birindən fərqlənmir. Ölçülərinə görə fərqlənir. Spermatozoid ümumiyyətlə kişi cinsi, daha doğrusu kişi orqanizmində ən kiçik hücrə hesab olunur. Ümumilikdə götürəndə insan orqanizmində ən kiçik hücrələr hesab olunurlar bunlar. Təbii ki. Və deyir ki, hərəkət orqanoidin olmasına görə. Hərəkət orqanoidin olmasına görə fərqlənir də, bəli, spermatozoidlərdə qamçı olur. Xromosomların sayına görə fərqlənmir, eyni olur. Hərəsində cinsi, belə deyək də, bir cinsi xromosom olur və 22 ədəddə nə olur? Autosom xromosom olur bunlarda. Əmələ gəldiyi orqana görə biri toxumluqda əmələ gəlir, biri isə yumurtalıqda əmələ gəlir, təbii ki. Fərqlənir. Nüvəsin olmasına görə hər ikisi nüvəsi var, bəli. 3 və 5 burada fərqlənməyən ortaq xüsusiyyətlərdir. Davam edirik. Gəldik 11-ci suala. İnsanda verilmiş dövrləri davam etmə müddətinin artması ilə düzün. Bətin daxili inkişaf rüşem dövrü 2 ay. Bağçaya qədər dövr 24 ay. Çağa dövrü ilk 4 həftədə 1 ay. Südəmər dövrü 11 ay. Bəli. Bətin daxili inkişafın döl dövrü 7 ay. İndi bunları biz nə edirik? Davam etmə müddətinin artmasına görə düzməliyik. Ona görə də birinci 3'ü götürməliyik, çağanı. Sonra bətin daxili inkişafın rüşem dövrünü götürməliyik və daha sonra nə etməliyik? Döl dövrünü götürməliyik. Daha sonra südəmər dövrü götürməliyik və daha sonra isə bağçaya qədərki dövr 24 ay 2. 3, 1, 5, 4, 2. 12-ci sual. Düzgün fikirləri seçin. Prostat vəzi toxumluqlardan fərqli olaraq qamet hazırlanmır. Bir ədəddir. Qadın cinsiyyət yox, kişi cinsiyyət sisteminə aiddir. Çanaq boşluğunda yerləşir. Toxumluqdan fərqli, bəli. Çanaq boşluğunda yerləşir. Hormon hazırlanmır, bəli, hazırlanmır, bəli. Hormon hazırlanmır. Düşünürsünüz, xarici sekresiya vəzisidir bu. 2, 4 və 5. 13-cü sualdan devam edirik. Düzgün fikirləri müəyyən edin. Həm yumurta hücrə, həm spermatozoid. İkisi də cinsi hücrələrdə təbii ki. Mikroskopikdir, bəli. Hərəkətsiz yumurta hücrəyə aiddir. Çünki hərəkət orqanları yoxdur. Spermatozoid hərəkətlidir. Hər ikisi qametdir, bəli, qametdir. 23 xromosomlu doğrudur. Cinsiyyət hormonudur, yox. Cinsiyyət hormonları hazırlaya bilirlər. Amma cinsiyyət hormonu deyirlər. Bunlar cinsiyyət hücrələridir. Bəli. Məsələn, toxumluq hazırlaya bilir. Həm spermatozoid hazırlayır hücrə, həm də hormon hazırlayır. Eyni zamanda yumurtalıq da həm hücrə hazırlayır qadınlarda, həm də hormon hazırlaya bilir, yəni. Amma yumurta hücrə və spermatozoid özü cinsi hücrələrdir. Cavabımız ona görə olacaq 1, 3 və 4. Davam edirik. Artıq açıq sualların sonuna gəlib çıxırıq. İnsanın cinsiyyət vəzləri ilə bağlı verilmiş Eyler-Vein diaqramına əsasən uyğunluğu müəyyən edin. Baxın, yumurtalıq, toxumluq fərqli və oxşar xüsusiyyətləri verilib bu diaqramda. Çanaq boşluğunda yerləşir. Təbii ki, yumurtalıq. Cinsiyyət hormonları əmələ gətirir. Bayaq dediyim kimi hər ikisi. Qamçılı hücrələr əmələ gətirir. Bu toxumluğun işidir. Qarışıq sekreziya vəzisidir. İkisi də bəli qarışıq vəzidir. Qarın boşluğunda yerləşir. Qarın boşluğunda nə yumurtalıq yerləşir, nə də ki toxumluq. Toxumluq ümumiyyətlə heç bir boşluqda yerləşmir. Yumurtalıq da ki çanaq boşluğunda yerləşir. Bu fikir yanlışdır. Cavabımız 1A, 2B'd, 3C. 15-ci sualına davam edirik. Uyğunluğu müəyyən edin. İnsanın embrional inkişaf dövrləri, başlanğıc, rüşem və döl dövrü ciftin əmələ gəlməsi ilə başa çatır. Ciftin əmələ gəlməsi ilə başa çatırsa, deməli cift əmələ gəlir orada. Ciftin əmələ gəlməsi ilə başa çatır fikri. Döl dövrü nə olacaq da bu? A variantı. A variantı nə idi? Burada düzgün eləmədik biz. Ciftin əmələ gəlməsi ilə başa çatır, rüşem dövrü başa çatır. Cift əmələ gəlir 3-cü aydan etibarən. Sonra bunu tapdıq. Zigotun bölünərək çox hüceyrəli rüşemə çevrilməsi. Bu artıq başlanğıc mərhələdə baş verir. B variantı. Rüşemin uşaqlığın seliklik inşasına yapışması ilə başlayır. Rüşem dövrü başlayır.
Sonra doğumla başa çatır. Bu döl dövrüdür. Doğumla başa çatacaq. Rüşemin uşaqlığın selikli qişasına daxil olub ona yapışması ilə başa çatır başlanğıc mərhələ. 1B, 2AC, 3D. Davam edirik. 16 nömrəli sual. Burada baxın, 1 uşaqlıq borusudur. Şəkil üstündə yazaq çaşmayaq. 2 uşaqlığın özüdür və 3-dəki yumurtalıqdır. Bəli. Həm rüşeymə, həm də dölə rast gəlinir. Bu uşaqlıqda olacaq təbii ki. Burada yazaq 1, 2, 3. Uşaqlıqda olacaq, həm dölə, həm rüşeymə rast gəlinəcək. Yumurta hücrə tam yetişir, boruda yetişir. Sarı cisim əmələ gəlir yumurtalıqda. Rüşem dövrü başlayır boruda. Təbii ki, rüşem dövrü yox. Rüşem dövrü uşaqlıqda başlayır. Belə deyək, rüşemin inkişafı, bəli. Rüşemin inkişafı ilk olaraq zigotdan rüşem başlayır inkişaf eləməyə, o boruda başlayır. Amma rüşem dövr olaraq artıq isə harda olur? Uşaqlıqda. D variantı. Və zigot bölünür. Baxın burada bəli, zigot bölünür, çox hücrəli, belə deyək də, rüşemə çevrilir. Artıq bu boruda getmiş olacaq. Bəli. Y variantı. 1BY, 2AD, 3 nə olacaq? C bəndi. Gəldik sonuncu suala. Yenə yumurtalıq verilib. İkisi də qadın cinsiyyət orqanıdır və uşaqlıq borusu. Ortaq və fərqli xüsusiyyətlərini seçməliyik. Mayalanmanın getdiyi orqandır. Borudur bu. Uşaqlıq borusu. Rüşem dövrünün başa çatdığı orqandır. Rüşem dövrünün başa çatdığı orqan uşaqlıqdır. Yəni heç birinin ona aidiyyəti yoxdur. Çanaq boşluğunda yerləşən orqandır hər ikisi. Sarı cismin əmələ gəldiyi orqandır yumurtalıq. Cüt sayda olan orqandır yenə hər ikisi. Uşaqlıq borusu da 2 ədəddir, yumurtalıq da 2 ədəddir. Sol və sağ yumurtalıq. 1D, 2SY, 3A variantı olmuş olur. Deməli, bu qədər. Dəyərli izləyicilər, bir daha sağ olun və sonda yenə həmişə kimi bir şey vurğulamaq istərdim ki, kanala abunə olub, videolara dəstək olmağı və videoları bəyənməyi unutmayın.